Aynı ha. Bir aman ya. Odur eyli, od nəfəsli diyarı, ocağına can qurban Azərbaycan. Əziz sən də əyilməyən vüqarımsan, uçağına canım qurban Azərbaycan. Savaşlardan alnı açıq çıxan zaman, tarixlərə bağışladın neçə qurban. Hər qonşuda bir parçası əsir qalan, torpağına canım qurban Azərbaycan. Hər millətə, hər məzhəbə istiyaçı, qucağına canım qurban Azərbaycan. Neçə gizli sərvət yatır qucağında, neçə ölkə od aparır ocağından. Azadlığın al rəmzi var bayrağında, bayrağına canım qurban Azərbaycan. Başım üstə məğrur dalğalanan, bayrağına canım qurban Azərbaycan. Ruhuma can, cismim üçün. Əziz qardaşlar, bacılar, Yengyan kəndinin sakinləri, bugün bildiyimiz kimi Yengyan kəndinin igidoğlu, bizlə bir yerdə böyüyən çox gözəl bir insan, orta məktəbi gözəl qiymətlərlə oxuyan, hətta musiqi təhsilini belə əla bitirən, həm yerlimiz, qardaşımız, canciyərimiz, qonşumuz Hüseynov Aydın Şamavil oğlunun doğum günüdür. Bura toplaşan bütün kəndimizin şəhid ataları, anaları, yaxınları, kəndimizin rəhbərləri, kəndimizin ziyalıları, yenə şəhid adı daşıyan Nəcəf Aslanov adına tam orta məktəbin müdiriyyəti, kollektivi, yenə şəhid adı daşıyan Əlixanov Eyvazın adını daşıyan Yengyan kəndi mədəniyyət evi, ziyalılar, körpələr, analar, bacılar, kim gəlibsə hamınıza öz adımızdan, bu ailənin adından təşəkkür edirəm. Bu tədbirə başlamazdan öncə hər birimizin bir can borcumuz olan, istər 1-ci Qarabağ, istər 2-ci Qarabağ müharibəsində canlarını şəhid vermiş, itkin düşmüş igid bağlarımızı bir anlıq sükutla yad etməyə sizə rica edirəm. Təşəkkür edirəm. Oturmazdan öncə istəyirəm ki, Azərbaycan dövlət himni səslənsin.
Teşekkür ederim. Bir alqış gelsin ordumuzun şərəfinə. Əyləşəbilərsiniz. Mən bu tədbirdə əlbəttə ki, ilk sözü təqdim eləmək istəyirəm. Şəhidimizin qardaşı, mənim can ciyərim, sinif yoldaşım, qonşum olan bu tədbirin ərsəyə gəlməsində hər iki qardaşa təşəkkür edirəm. Küçəmizə, insanlarımıza, kəndimizə minnətdaram ki, bu tədbirin ərsəyə gəlməsində hər bir kəs öz əməyini, zəhmətini, istəyini əsirgəmədi. Mən Nurəddin qardaşıma söz verirəm, öz sözlərini sizə desin. Çox sağ ol. Kimin zəhməti, əziyyəti olub, Allah hamısından razı olsun. Sağ ol. Təşəkkür edirəm. Bəzən sual verilir ki, nəyə görə məsəl üçün bəzi şəhidlərimiz yada salınmır? Şəhidlər o vaxt unudulur ki, biz onları unuturuq. Onu onsuz da ki Allah-u Teala unutmur. Və bugün bu xatirə günündə biz bəzi insanlar sual verirdilər ki, bu yaxınlarda Allah canını sağ eləsin, kəndimizin ağsaqqalı, atamız Nizaməddin baba başçı olmaqla, bizim can ciyərimiz İsrafil qardaşın başçı olmaqla, bu ailəyə yaxın olan, özü də veteran qardaşımız, mənim sənət yoldaşım, Hikmət qardaşım, Aydının da sənət yoldaşı olan, uşaqlıq dostu olan və Nurəddin bizə bir informasiya gəlmişdi ki, Beyləqanda, yəni ola bilsin ki, Aydının məzarı orada yerləşir. Bəzi mənbələrdən bizə məlumat gəldi, biz də getdik, hamıya açıqlama veririk ki, Azərbaycan dövlət tərəfindən adları bilinməyən bütün şəhidlərimizin qəbirləri Dövlət Təhlükəsizlik Xidmət tərəfindən aparılıb və DNK analizi ilə kimin şəhidi orada çıxarsa, o ailəyə ünvanlanacaqdır. Və hal-hazırda elə bir məlumat olmadığına görə və biz də ürəyimizdən keçən bir tədbir var idi ki, bir anım var idi ki, bu Aydının heç olmasa ad günündə Aydını bir unutmayaq, yada salaq və yaşadığı evdə bu xatirə lövhəsinin ərsəyə gəlməyində əziyyəti olan ustalar oldu, qardaşlar oldu. Bu xatirə lövhəsinin bu mərməri bizə təmənnasız hədiyyə eləyən, mənim Balakanda yaşayan Ardayev İlham Məhəmmədoğlu'na təşəkkür edirəm. O, bütün şəhidlərimizin bu abidəsini heç bir pul almadan həyata keçirir. Allah onun canını sağ eləsin. Özü hərbi müəllimdir. Evində bir rəssamlıq çexi var. O, bu işləri görür. Abidəmizin quraşdırılmasında yenə kəndimizin gözəl oğlu Məhəmməd ustamıza təşəkkür edirəm. Hüseyin qardaşım burada kömək eləyib, bunun bəzi işlərini görüb, hər birinə can sağlığı arz edirəm. Və biz böyüməkdə olan bağlarımıza sübut eləmək istəyirik ki, göstərmək istəyirik ki, bizim belə bir qəhrəmanlarımız olub. Bizim belə bir igidlərimiz olub. 18 yaşında barmağına nişan üzüyü taxmayan, bu həyatda sevilib, sevilməyən nə qədər oğlanlarımız vətən uğruna şəhid olublar. Və bu fürsətdən istifadə edib, biz istəyirdik ki, bu xatirə lövhəsini tez açaq, anım gün tez eləyək. Amma hamımıza məlumdur ki, bizim küçəmizdə vaxtından əvvəl dünyasını dəyişən Tural qardaşıma Allah'tan rəhmət edirəm. Hamımıza böyük itki oldu. Sonra Asiyat balamıza Allah'tan rəhmət edirəm. Yəni acılarımız üst-üstə olduğuna görə vəziyyət biraz başqa cür oldu. Mən fürsətdən istifadə edib rəhmətə gedən o gənclərimizin valideynlərini Allah'tan səbir deyirəm. Məkanları cənnət olsun deyirəm. Çox uzun danışıb vaxtınızı almaq istəmirəm. Bu rəsmi bir elə bir tədbir deyil. Bu ürəyimizdən gələn bir tədbirdir. Biz istəsəydik bura hər bir yerdən adam çağıra bilərdik. Amma biz bunun ilkini qoyduq. İlk addımımızı atdıq. Və bu gözəl günümüzə mən sözü vermək istəyirəm. Kəndimizin ziyalısı, ərazi icra nümayəndəsi sədr hörməti Pərvin müəllimə təqdim edirəm. Çox sağ olun Şahiq müəllim. Bugün bu cənnət məkan şəhidimiz Aydın Hüseynovun anım günü tədbirində mən sizi salamlayıram, tədbir iştirakçıları, hörmətli qonaqlarımız. Allah'tan ona rəhmət, yerinin cənnət olmasını arzulayıram. Bildiyimiz kimi keçən əsrin 80-cı illərində bizim mənfur qonşularımız, erməni kəsbkarları bizim vətənimizə, torpaqlarımıza göz dikdilər və bizim xalqımıza, torpaqlarımıza qarşı soyqırım, işğalçılıq siyasəti yürütdülər.
ve buna cevap olarak bizim igid oğlanlarımız, vətən oğlanları, igidlərimiz Azərbaycanın ərazi bütövlüyü qorumaq üçün, vətənimizi, millətimizi, xalqımızı qorumaq üçün silaha sarılıb düşmənə qarşı mübarizəyə atırdılar. Bu oğlanlardan biri də bizim hal-hazırda bu da iştirak elədiyimiz tədbirində bu evdə doğulmuş Aydın Hüseynov idi. Və Azərbaycanın dövlətinin, xalqının, millətinin suverenliyi, arazi bütövlüyünü təmin etmək üçün bizim igid oğlanlarımız öz canlarından keçdilər və Allah qatında uca zirvə olan şəhidlik zirvəsinə ucaldılar. Eyni zamanda bizim kəndimizin Aydından başqa 3 şəhidimiz, Yengən kəndinin 1-ci Qarabağ müharibəsində bizim 4 şəhidimiz var. Allah onlara hamısına rəhmət eləsin. Bugün onların mənim fikrimcə ruhu şaddır. Bugün Aydının ruhu şaddır. Çünki bizim işğal altında olan torpaqlarımız yenə də növbəti nəsillərin igid olanları, başda cənab prezidentimiz, Ali Baş Komandanımız olmaqla yumruq kimi birləşərək 2020-ci il 27 sentyabrında 44 günlük vətən müharibəsində bizim işğal altında olan torpaqlarımız azad olundu. Xocalımız azad olundu. Bugün Xankəndidə Azərbaycan bayrağı dağlanır. Bugün şəhidlərimizin ruhu şaddır. Bugün bütün Azərbaycanın ərazi bütövlüyü yolunda, bütün Azərbaycan dövlətində, respublikamızda olan bütün şəhidlərimizin Aydın timsalında Allahdan rəhmət diləyirik. Allah onların ruhunu şad eləsin və bizim kimi Azərbaycan oğulları, bizim gələcək nəsillərimiz, bizim borcumuz odur ki, onların xatirəsini yaşadaq, qəlbimizdə onlar həmişə yaşayırlar və biz növbəti nəsillərə onların qəhrəmanlığını anladaq və bayaq Şaiq müəllim demişkən, onlar biz unutsaq, onlar unudulacaqlar. Biz onları yaşatmalıyıq. Bizim üzərimizdə düşən borcumuz, vəzifəmiz bugündən sonra onların qəhrəmanlığını, ruhunu, xatirəsini yaşatmalıdır. Bir daha Allahdan rəhmət diləyirəm, ruhları şad olsun. Bütün cəmi şəhidlərimizin. Çox sağ olun. Təşəkkür edirəm Pərvin müəllim. Minnətdaram. Mən çıxış üçün sözü Aydınla eyni sinifdə oxuyan, Yengən kəndində sahib seçilən böyük nəsillərdən olan və uşaqlıq dostumuz, o da orta məktəbi gözəl oxuyan, gözəl düşüncəli, yaraşıqlı, itkin düşmüş, şəhid olmuş, Allah dərgahında bu torpaq üçün canını vermiş İsmailov Vüqarın atası Ağsaqqalımız Həsən daya mən sözü təqdim etmək istəyirəm. Hamınızı salamlayıram. Bu xoş gündə biz Aydın Hüseynovu yad edirik. Bunu təşkil edən, bu vaxta çatdıran əsas Şaiq müəllim olub, Allah onun canını sağ eləsin. Ben özümdə şahid atası olduğu üçün çox həyəcan keçirirəm. Rahat deyil ki, belə günləri rahat keçirəsən. Nə deyim, hamısını Allah rəhmət eləsin. Oğlum Vüqar, mənim ailəmdə mənim oğlum olsa da, Yengən kəndi də Yengən kəndinin oğlu sayılır. Rayonda, məsələn, rayon uşağı sayılır. Onlar öz qeyrətini, namusunu sığışdıra bilməyib Qarabağa getdilər. Öz qanlarını orada tökdülər Qarabağ torpağında. Eğer onlar getməsəydi, yəni bu olmasaydı, bu dəqiqə bizim ana bacılar, qardaşlar hamısı ya əsir idi, ya dünyada yox idi. Biz onları hər halda unutmarıq. Bir daha onlara hamısına rəhmət diləyirəm. Təşkilatçıya da çox sağ ol deyirəm. Təşəkkür edirəm.
hörmətli şəhid atası, əziz kəndimizin sakinləri, bilirsinizmi? Biz bugünkü tədbirə Zamail atanı da dəvət eləmişdik. Axşam Nurəddin qardaşına getdi. Yəni biraz sağlamlıq problemi olduğu üçün üzürlü səbəbdən iştirak edə bilmədi. Yəni biz heç kimi ayrı seçkili eləməmişik. İndi inşallah bəlkə də gəlib çatar tədbirimizə. Bugün bu mikrofon açıqdır. Senzura yoxdur burada. Kimin ürək sözü olsa yaxınlaşa bilər. Mən yavaş-yavaş ardıcıllıqla sözü vermək istəyirəm ağsaqqalımız Nizaməddin babamıza. Həqiqətən də bu bəzi məsələlərdə bizə dəstək verən, bizə bir nur verən, bu yaxınlarda Beyləqana gedəndə xüsusi hörmətlə qarşılanan, orada da oranın imamı tərəfindən bizə bəzi məsələlərdə burada deyə bilmədiyimiz bəzi şeylər var. Yaxından dəstək verən ağsaqqalımıza mən söz verirəm. Buyurun. Əziz tədbir iştirakçıları, əlbəttə ki, burada toplaşanlar hamının bir məramı var. Bayaq mənim sinif yoldaşım burada danışanda mən də kövrü aldım. Danışa bilmirdi. Çetindir bu işle danışmak. Ama Allah-u Teala Azimüşşan Kur'an'da buyurur ki vatan uğrunda ölenlere siz ölü demeyin. Onlar şahitleri ölü demeyin. Onlar benim katımda diridirler. Ancak siz onlardan bir habersiniz. Haberiniz yoktur diyor Allah Teala. Yani 93. yıllarda bizim evlatlarımız vatan uğrunda canlarından, kanlarından geçende vatanını güdenle bazı rehberler Bakı şehrinde Kristo davası yapardılar. Ona göre bizim oğlanlarımız böyle etkin düştüler. Şairin bir güzel sözü var. Dir azizim Ordubada, yol gelir Ordubada. Serkerde cesur olsa hiç vermez Ordubada. Bunlar şehit olanda 18, 19, 20 yaşlı balalarımız kimsesiz sahralarda ölende bizim devletimizin başında İlham Aliyev gibi bir yenilmez serkerdesi yok idi. Ona göre onlar bile itkin düştüler, böyle öldüler, gittiler. Onlara kanı rahmet olsun. Allah'ım ben bu yaşımda yadınızda saklayın. Ben hiç vaxt Azerbaycan'ın torpaqlarını böyle bütöv bir şekilde Ermenisiz görmemiştim. Bu devletimizin rehberinin, Ali Başkomandanımızın qətiyyət yapadığı siyasetin neticeleridir ki onun özünün sözüne, tabirine desek demir yumruğunun zərbəsidir ki bugünkü günde Azerbaycan torpaqları Ermenilersizdir, düşmanlarsızdır. Onları torpağımızdan prezidentimizin Ali Başkomandan sözüne desek 2 kovantımı torpaqlarımızdan koyduk biz. Ben hamının şehit olmuş bütün Azerbaycan evlatlarının, valideynlerin qabağında baş eğirəm. Vatan o vaxt azad olur ki onun yolunda ölen var. Vatan o vaxt azad olur, firavan olur, müstakil olur ki onun yolunda canından geçmeye bacaran evlatları var. Ben hemşe arzulayıram ki bu kendimizin, bu 4 balamızın apardığı mübarizeden gelecek nesiller de örnek alsınlar.
örnek alsınlar ki bunlar canlarını feda etmeseydiler, biz belki de bugünkü günde böyle bir böyle bir mecliste oturabilmezdik. Allah onlara kanı kanı rahmet eylesin. Burada birinci muharebe iştirakçıları vardı. Onların da karşısında ben baş eğirem. Veteranlar var. Sağ olsunlar. Onlar da öz bacardıklarını ettiler. Sağ olsun devletimiz, hükümetimiz, başta prezidentimiz, Ali Başkomandanımız İlham Aliyev olmakla bütün orduda olan, hizmet eden rəhbərlə teşekkürümü bildirəm. Bizim Azerbaycan torpağını böyle müstakil, böyle bütün bir hala getirdiklerini göre. Sağ olun. Tədbir iştirakçılarına sağ olun deyirəm. Tədbiri təşkil edənlərə sağ olun deyirəm. Həmişə belə bir yaxşı xeyirxah işler görmək sizə uzun ömür, can sağlığı arzulayıram. Sağ olun, teşekkür ederim. Çox sağ olun. Minnətdaram. Mən bu gözəl günümüzdə məclisimizə iştirak edən kəndimizin imamı Məhəmməd müəllimə söz vermək istəyirəm. Əvvəla bütün tədbirə gələn iştirakçıları salamlayıram. Mənim demək istədiklərimi elə ağsaqqallar burada dilə gətirdilər. Mən də onların ürəyimdən keçənləri yenə demək istəyirəm. Yəni, kəndimizin ağsaqqalı Nizaməddin dayın dediyi kimi ölülərə deyir Allah-u Teala Quran-ı Kerimdə Bəqərə surəsinin 154-cü ayəsində ölülər deməyin, onlara ölülər deməyin, Allah yolunda öldürülənlərə ölülər deməyin. Həqiqətən onlar Allah qatında diridirlər. Lakin siz bunu hiss etmirsiniz deyə buyurmaqdadır və bu şəhidlik məqamının nə qədər ali olduğunu göstərir. Qiyamət günündə də yenə şəhidlər peyğəmbərlərlə, siddiqlərlə birlikdə həşr olunacaqlar və eyni zamanda onların qul haqqı xaricindəki günahları bağışlanmışdır və onlara böyük mükafat vardır. Fürsətdən istifadə edərək 1-ci və 2-ci Qarabağ müharibəsində şəhid olan vətən oğullarına Allahdan rəhmət diləyirəm. Allah eyni zamanda bugün toplaşdığımız Hüseynov Aydın Şamavil oğluna qəni-qəni rəhmət eyləsin. Məqamını ali, məkanını cənnət eyləsin. Allah cəm şəhidlərimizə rəhmət eyləsin. Qazilərimizə Allah şifalar ihsan eyləsin. Sağ olun. Təşəkkür edirəm. Bugün mən məclisimizdə əyləşən uzun illər Nəcəf Aslanov adına Yengiyan Tam Orta Məktəbinin direktoru işləmiş, hal-hazırda təqaüddə olan ağsaqqalımız və şəhidimizə dərs demiş hörmətli Abzər müəllimə söz vermək istəyirəm. Aydın Yengiyan Tam Orta Məktəbinin 11-ci sinifini qutarıb hərbi xidmətə getdi. Aydın haqqında danışsaq, mən belə bilirəm ki, əxlaq kodeksində olan bütün o prinsiplərin hamısına malik olan bir oğlan idi. Aydın yaxşı oxuyurdu, əla oxuyurdu. O həm oxuyurdu, həm də yoldaşlarına köməklik göstərirdi. O yalnız dərsdə yox, digər sahələrdə də yoldaşları ilə həmişə mehriban olmuş, onların hər bir işində əlbir olmuş, onların hər bir işində köməklik göstərmişdir. Aydın əmək tərbiyə sahəsində də mənə gəl ki, tərbiyəli oğlan idi. Biz yaxın idik, ailələr yaxın idi. Mən bilirdim ki, Aydın ailənin, ana-atanın ən yaxın köməkçisi idi. Evdə, ailədə, hər bir tədbirdə onların yaxın köməkçisi olmuşdu. Aydın estetik zövqə malik idi. O qarmon çalırdı. Məktəbin bütün tədbirləri Aydınsız keçməzdi. Bütün tədbirlərdə Aydın iştirak edərdi, o çalardı.
Nəinki məktəbin tədbirlərində, hətta kəndin tədbirlərində də Aydının iştirakı olardı. Aydın estetik tərbiyəsi ilə bərabər hər bir sahədə dedim ki, nümunə olası bir oğlan idi. O, hərbi vətənpərvərlik tərbiyəsinə də yiyələnmişdi. Vətənini çox sevirdi və elə də onun o sevgisi onu hərbi xidmətə şadlıqla getməyə zövq elədi. Aydın hərbi xidmətə getdi. 92-ci ilin dekabr ayında. Aydın əsgərlikdə adi xidmət edən əskər kimi olmadı. Oradan da Qarabağ torpaqlarının azadlığı uğrunda müharibə getdiyi üçün o da həmin adamlara, həmin əskərlərə qoşuldu və müharibəyə getdi. Aydın müharibəyə getdi. Aydın vətənpərvər idi. Aydın bacarıqlı idi. Və aydın məsələdir ki, Aydın elə müharibədə də öz bacarığını, düşmənə olan nifrətini Aydın göstərdi. Təəssüf, Aydın geri gəlmədi. Aydını gözləyən Şamavil müəllim, Rüveydə ana gözlədilər. Aydın gəlmədi. Ancaq belə oldu ki, Rüveydə ana, Şamavil ata özləri Aydını görməyə getdilər. Necə ki, baş daşında yazılan kimi. Mən gələ bilmədim. Ana, siz gəldiniz. Aydın belə əbədiyyata qoşuldu. Ana-ataları ilə birlikdə əbədiyyatdadılar, əbədiyyata qoşuldular. Ruhları şad olsun. Aydın kimi oğlanlar bizim məktəbimizdə həmən sinifdə var idi. Qəhrəman oğlanlar, əməksevər oğlanlar, bacarıqlı oğlanlar. Onlar da həmin yolu keçdilər. Onlar da vətən azadlığı uğrunda mübarizəyə getdilər və şəhid oldular. Onların da ruhları şad olsun. Onların da ana-atalarına Allah səbir versin. Onlar heç vaxt unudulmayacaq. Heç vaxt. Onlar Azərbaycan tarixinə adları düşmüş insanlardır, oğlanlardır, gənclərdir. Onları vətən unutmaz. Onları yenilən cəmaati də unutmaz. Onun sinif yoldaşları da unutmaz. Və onları Aydının gəlməyini gözləyən daha bir 4 nəfər onları da unutmaz. Allah onlara rəhmət eləsin. Təşəkkür edirəm, hörmətli ziyalımız. Bu dəyərli çıxışdan sonra əlbəttə ki, bizim üçün çətindir. Bir daha bu anım gününə toplaşan bütün insanlarımıza hər birinə minnətdaram və mən çıxış üçün sözü vermək istəyirəm. Dəyərli müəlliməmiz, məktəb direktoru bizə dərs demiş, Aydın kimi oğlanların, qazilərimizin böyüməsində təmənnasız xidməti olan Nəcəf Aslanov adına tam orta məktəbin direktoru hörmətli Zahidə müəlliməyə. Hörmətli tədbir iştirakçıları, hamınızı salamlayıram. Məndən əvvəlki çıxış eləyənlər, bütün bizim ürəyimizdə olan sözləri, bizim deyə bilməyəcəyimiz sözləri onları dedilər. Bugün yenə deyirəm ki, şəhid 1-ci Qarabağ müharibəsi şəhidi Aydın Hüseynovun doğum günündə onu yad etmək üçün buraya yığılmışıq. Eyni zamanda onun üçün ucadılan xatirə lövhəsini açılışı üçün burada yığılmışıq. Şəhidimizə mən Allahdan rəhmət diləyirəm, ailəsinə, Nurəddinə, bacı qardaşlarına səbir diləyirəm. Onu deyə bilərəm ki,
müəllimi olmuşam. Aydın Hüseynovun o vaxtı riyaziyyat müəllimi olmuşam. O sinifdə Aydın Hüseynov, bir də Vüqar İsmailov 1-ci Qarabağ müharibəsi şəhidi. Onlar ən yaxşı riyaziyyatçılar idi. Məktəb üzrə, sinif üzrə, məktəb üzrə ən yaxşı riyaziyyatı bilən riyaziyyatçılar idi. Bayaq Abzəl müəllim də qeyd elədi ki, Aydının bundan sonra qarmon çalmağı da vardı. Bütün tədbirlərdə Aydın qarmon çalardı, məktəbin tədbirlərini ərsəyə gətirilməsinə köməklik göstərərdi. Birinci Qarabağ müharibəsi şəhidləri birinci olar azadlıq toxumunu onlar səpdilər. Azərbaycanla ilk azadlıq torpaqlarımızın azad olması üçün ilk dəfə onlar döyüşə atıldılar. O vaxt ki, rəhbərlik yerində olmadığından, ordu yerində olmadığından, mükəmməl Ali Baş Komandan yerində olmadığından o vaxt şəhidlər oldu, müharibədə qazilərimiz çox oldu, veteranlar oldu. Həmənki sinifdən olan var ki, uşaqlar, şagirdlər var ki, onlar həmən 1-ci Qarabağ müharibəsində veteran olmuşlar. Məsələn, biri Üzeyyin özü də buradadır, onlara da can sağlığı arzulayıram. Yəni o vaxt, indi isə 2-ci Qarabağ müharibəsində bizim nizamlı ordumuz var idi. Ali Baş Komandanımız vardı. Onun dəmir yumruğu sayəsində, nizamlı ordumuz sayəsində, əskərlərin şücaəti sayəsində, qazilərimizin sağlamlığı hesabına, şəhidlərin qanı hesabına torpaqlarımız erməni işğalçılarından azad olundu. Mən istər 1-ci Qarabağ müharibəsi şəhidləri, istər 2-ci Qarabağ müharibəsi şəhidləri hər birinə Allahdan rəhmət diləyirəm. Qəbirləri nurla dolsun. Allah rəhmət eləsin. Allah onların doğmalarına, əzizlərinə səbir versin. Biz onları heç vaxt unutmayacağıq. Məqsədlə məktəbimizdə vətənpərvərlik tərbiyəsi çox güclü şəkildə təbliğ edilir. Belə ki, bütün sinif otaqlarında kəndimizin 4 şəhidi, Nəcəf Aslanovun, Eyvaz Əlixanovun, Vüqar İsmailovun, Aydın Hüseynovun şəkilləri orada bütün sinif otaqlarında stendlər düzəldilib. Onların həyatlarından, keçdiyi şərəfli döyüş yollarından orada məqalələr əks olunubdur və şagirdlərin gözü qarşısında da biz də həmişə şagirdlərimizə onlardan nümunə götürmək, onlar kimi vətənpərvar olmağı aşılayırıq və arzuluyuruq. Bir daha Allah rəhmət eləsin, qəbirləri nurla dolsun, Allah əzizlərinə səbir versin. Təşəkkür edirəm hörmətli Zahidə müəllimə. Dəyərli sözlərə görə bayaq qeyd olundu ki, 1-ci Qarabağ müharibəsində illərlə müharibələrdə döyüşən, səngərdə duran, öz ailəsini, körpə bağlarını kəndimizdə buraxıb gedib vətən üçün canlarını fəda edən bu tədbirdə bəzi igidlərimiz iştirak eləyir. Mən Bünyat dayı başda olmaqla, Şöyüb dayı başda olmaqla, Adil dayı, Manaf dayı, Üzeyir qardaşım, sizlər başda olmaqla, Faiq əmoğlum, sizlər başda olmaqla, kimlərinsə adını çəkə bilmədimsə, Aydın dayı, sizlər başda olmaqla hər birinizi bu mikrofona dəvət edirəm. Ardıcılıqla gəlin, öz xatirələrinizi bu əziz gündə sizdən eşitmək, müharibə iştirakçılarından, şahidlərindən eşitmək bizim üçün həm çəkilişə, bir tarixi yaddaşımıza, gələcəkdə böyüməkdə olan bağlarımıza bir dərs olar inşallah. Buyurun, Bünyat dayı, sizdən başlayaq, buyurun. Çox sağ olun Şahiq müəllim, sizin bu əməyiniz daimi olsun. Çox sağ olun. Məclisdə iştirak edənlər, vaxtınızı ayırıb gəlmişsiniz, böyüklər, cavanlar, müəllimələr, hamınıza təşəkkür edirəm. Bəli, bugün Aydın qardaşımızın tədbirinə yığışmışıq, ad gününə yığışmışıq. Biz də 92-ci illərin yadigarlarıyıq. Şükürlər olsun ki, bu həyatda yaşayırıq. O ölüm-dürüm savaşlarında biz də iştirak eləmişik. Qan tökmüşük. Danışmaq çox çətindir. Vətən sağ olsun. Çox sağ ol, var ol. Hər şeyi başa düşürük. Allah sizlərin canınızı sağ eləsin. Yenə deyirəm, Allah Azərbaycan xalqını, hər bir qonşusunda bir torpaq payı qalan,
bu xalqımızı həmişə üzü gülər eləsin. Tarixi faciəmiz olan Gülüstan-Türkmənçay müqavilələri yaxın gələcəkdə ləğv olsun inşallah deyirəm. Arzu edirəm ki, böyüməkdə olan oğullarımızı birinci növbədə, əziz analar, oğullarımıza xüsusi yanaşma olsun. Çünki siz artıq qalib bir dövlətin oğullarını böyüdürsünüz. Çünki bizim hələ cənubda Təbrizimiz var, şimalda Dərbəndimiz var. Böyük Azərbaycanımız inşallah nə vaxtsa yenə vahid böyük bir Azərbaycan olacaqdır. Adil dayı, təşəkkür edirəm sizlərə. Burada çıxış eləmək istəyən Üzeyir qardaşım, əgər istəyirsinizsə mikrofonumuz açıqdır. Minnətdaram, çox sağ olun. Məclisimizdə iştirak edən bugün şəhid Əlixanov Eyvazın adını daşıyan Zaqatalamızda sayılıb seçilən ən aktiv, ən gözəl çalışan mədəniyyət evi olan Yengiyan kəndi mədəniyyət evinin kollektivinə hörmətli müdirəmiz Gülbadam xanım, sizlər başçı olmaqla bu gözəl günə sizə söz veririk. Çünki hər halda Gülbadam xanım da bilir ki, Aydın Zaqatalada musiqi məktəbinə gedirdi və bütün tədbirlərin gözəli, işığı, aparıcısı Aydın başçı olmaqla kəndimizə xüsusi talantı olan gənclər idi. Hər halda sizinlə bir xatirəniz, yaddaşınız olar. Buyurun. Çox sağ olun Şahid müəllim. Mən öncəliklə dəyərli yengiyanlar, sizləri, tədbirimizin qonaqlarını, tədbirimizdə iştirak edən şəhid atasını, şəhidlərimizin yaxınlarını, əzizlərini, 1-ci və 2-ci Vətən müharibəsinin iştirakçılarını salamlayıram. Bugün Aydın haqqında danışmaq mənim üçün böyük şərəfdir. Ona görə ki, Yengiyan kənd mədəniyyət evinə rəhbərlik etdiyim illərdə Aydın istər məktəb illərində, istər hərbi xidmətə gedincə mədəniyyət evində fəaliyyət göstərən Bədi öz fəaliyyət kollektivinin üzvü olub. 1992-ci ilin dekabrında hərbi xidmətə yola düşən Aydın, 1993-cü ilin fevralın 19-unda itkin düşdü. Tərtər rayonunun, Ağdərə rayonunun o vaxt ki, Sərsəng su ətrafında gedən döyüşlərdə. 2007-ci ildə isə Aydına şəhidlik statusu verildi. Aydın ziyalı ailəsində doğulub boya başa çatmışdı. Ziyalı ailəsində tərbiyə almışdı. Aydın bu yolu seçmişdi. Bu onun qismətinə yazılan bir yol idi. Aydın haqqında xatirələrimiz çoxdur. Aydın gözəl qarmon çalan idi. O vaxt rayon mədəniyyət evində müsabiqələr keçilərdi. Həmin müsabiqələrin birində rayonumuzun tanınmış mədəniyyət mütəxəssislərindən biri dedi ki, bu uşaq gələcəkdə bizim rayonumuzu yüksək arenalarda təmsil edəcək. Ona görə ki, o qarmonu çox gözəl çalardı. Əfsuslar olsun ki, bu qismət olmadı. İtkin düşdü, şəhidlik statusu verildi. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaxınlarına səbir versin. Bugünkü tədbirin ərsəyə gəlməsində Şahid müəllim siz başda olmaqla zəhməti, əziyyəti olan hər kəsə Yengiyan kənd mədəniyyət evinin kollektivi adından təşəkkürümüzü bildiririk. Çox sağ olun Gülbadam xanım. Əziz qardaşlar, bugün bu tədbirdə bir dost kimi, qohum kimi iştirak edən, 1-ci Qarabağ müharibəsi iştirakçısı olan, Mosul kəndində də Yengiyan kəndində sevilib seçilən bir canciyər dostumuz var. Bax, bu çadırı da o qardaşımız təşkil edib bugün. Həm dostumuz, həm qohumumuz, həm veteran kimi, həm el oğlu kimi hər zaman aktiv olan mən İsafil qardaşımıza söz vermək istəyirəm. Zəhmət olmasa sizin də bir ürək sözləriniz eşitmək istəyirik. Mən də bütün şəhidlərə Allah rəhmət eləsin. Bütün ana valideynlərə də Allah səbir versin. Qazilərə can sağlıq, veteranlı uzun ömür can sağlıq versin. Sağ ol, minnətdaram. Mən məclisimizdə iştirak edən Yengiyan kəndində fəaliyyət göstərən hörmətli kitabxanamızın müdirəsi Kəmalə xanım, Şəhələ xanım, sizlərə mən söz vermək istəyirəm. Əlbəttə ki, sizin keçirdiyiniz bütün tədbirlərdə şəhidlər anılır
bugün də xüsusi bir gündə istəyirsiniz mən oraya yaxınlaşım. Buyurun. Mən də bugün bu tədbir təşkil edənlərə təşəkkürümü bildirirəm və tədbir iştirakçılarını salamlayıram. Biz də Hüseynov Aydın şəhidlik zirvəsinə yüksəlməsini böyük zirvədir. Yəni şəhidlik zirvəsi böyük zirvədir. Bugün bu tədbirin belə keçirilməsi bizim məktəblərimiz üçün bir şəhidlik nümunəsinin böyük bir nümunə olduğunu, onlar da yəni bir motivasiyadır. Çox sağ olun tədbir təşkil etdiyiniz üçün biz də təşəkkürümüzü bildiririk. Və burada şəhid atası var, şəhid qardaşı var. Onlara da böyük ehtiramımızı bildiririk, səbr diləyirik. Çox sağ olun. Təşəkkür edirəm Kəmalə xanım. Əlbəttə çətin mövzudur. İnsanın bir anda nitqi quruduğu bir anlar olur. Hörmətli məclis, bu yaxınlarda biz Beyləqana getdik. Mövzu ağır mövzudur. Sadəcə körpələrimiz var, böyüməkdə olan oğlanlarımız var. Oranın imamı gözəl bir insan. Qeysər qardaşımın xüsusilə mənlə, bizlə elədiyi bir söhbəti var idi. Biz ki, Aydının məzarını axtarırdıq. Bəlkə filan yerdədir, bəlkə orada belə. Çünki bilmək istəyirdik axıra kimi ki, bəlkə qəbir buradadır. O aralarda o imamın bir dənə sözü oldu ki, biz burada 1740 dənə şəhidimizi kəfənləmişik. 44 günlük vətən müharibəsi. Biz bu dünyaya heç bir paltarsız doğuluruq. Ana bətindən gəlirik. Arzularımız bitmir amma. Həmən yerdə isə insan bir anlığa deyir ki, gəlin yaxşılıq eləyək. Gəlin mehribanlıq eləyək. Gəlin Allah verən ömrü mənalı yaşayaq. Bugün Şamavil müəllimin, Rübeydə anamızın ruhları şad olsun. Bugün bala itirən bütün valideynlərimizin qarşısına baş əyirik. Müharibədə yazılmayan qanunlar var. Orada oğlan qeyd elədi ki, öz kəndimizdən bir dənə 650 bal toplamış, universiteti bitirmiş, könüllü müharibəyə gedən, tanıdığım bir ailənin övladını mən yudum, kəfənlədim, valideynləri gəldi. O anı Allah heç kimə göstərməsin. Elə təzəcə deyir, kəfənləmişdim. İkinci oğlunun qəbri gəldi, məzarı gəldi. Və Azərbaycanda 3-4 şəhid verən, 5 şəhid verən valideynlər var. Daha bir oradakı mənim gördüyüm mənzərə nədən ibarət idi? Baş leytinant, pilot, ali təhsilli, hamıdan da gözəl, hamıdan da qəşəng, hamıdan da savadlı, qüssəli oğlanlarımız vətən üçün şəhid olublar və evin tək oğlu olub. Atası sağda, anası solda, 5 ildir məzarlıqda yatırlar. Yəni bugün mən bütün insanlarımıza, bütün kəndimizə, balalarımıza, böyüməkdə olan körpələrimizə onu demək istəyirəm ki, gəlin çalışıb Allah verən ömrü mənalı yaşayaq. Bir-birimizə dəstək verək. Bu dünya tarixində 14.500-dən yuxarı müharibə olub. Təxminidir bunlar. Və insanoğlu hər zaman müharibə aparacaqdır. Çünki hal-hazırda müharibələr yalnız maraqlar üzərindədir. Əfsuslar olsun ki, müharibədə də hər zaman aşağı təbəqənin bağları öz canını şəhid verir. Və bugün mən bir daha deyirəm, məclisimizdə 2-ci Qarabağ müharibəsində iştirak edən övladların valideynləri var. Evindən 1-2 oğul göndərən valideynlər var. O valideynlər axşam televizorun qabağında hansı xəbərin veriləcəyi, kimin evinə hansı şəhidin gələcəyini gözləyirdilər.
Mən ağır da olsa, çətin də olsa sözü vermək istəyirəm Firidun ataya. İmkan olsa bir kəlmə, 2 dənə övlad böyüdü vətən üçün göndərən və hər ikisi də sağ salamat qayıtan atamız. Sizin timsalınızda bütün ataları Allah var eləsin. Allah şəhidlərə rəhmət eləsin. Qalanlara can sağlığı versin. İndən belə bir daha müharibə olmasın. Çox sağ ol, var ol. Bir daha deyirəm, əziz analar, bacılar, yaxınlar, burada heç kim kənar adam yoxdur. Mikrofonumuz açıqdır. Kim şeir, kimin sözü, kiminsə bir arzusu varsa, burada proqram yoxdur. Hər bir şey ayaq üstə biz kimi görürüksə üzüllü sayın, yəni incimək olmasın, çağırırıq. Və bugün mən sözü vermək istəyirəm. Həm sənət yoldaşımız, musiqi ilə bir yerdə bişən, bir yerdə qovrulan, bəzi tədbirlərə bizə dəstək olan, həm mədəniyyət işçisi, həm Aydının yaxın dostu olan, bugün səs rejissorumuz, kəndimizin gözəl oğlu, bizdən Beyləqana da gələn Hikmət Həsrətova söz vermək istəyirəm. İlk öncə mən bütün tədbir işçilərini salamlayıram. Yəni məndən də qabaq burada çıxış edənlər oldu. Deməli, Aydınla mənim uşaqlığımın xatirələrim çoxdur. Çünki biz sənəti bir yerdə davam etdirdik. Çoxlu məşqlərimiz olub, tədbirlərdə iştirak eləmişik kəndin. Rayona da çıxmışıq, parklarda. Çox fermalarda konsert vermişik sağcılara. Sovet vaxtı, bəli. Çox gözəl xatirələrim var. Mən elə biraz qabaq şagirdim də qeyd elədi. Beyləqana getdim. Mən nəysə, çox danışa bilməm. Allah rəhmət eləsin. Bütün şəhidlərə Allah rəhmət eləsin. Valideynlərinə Allah səbir versin. Elə də Vüqarla da çox gözəl bizim uşaqlığımız olub. Yalnızca bir İbaldayını, indi orada Ali'nin evi var. Bax orada bizim uşaqlığımız orada keçir. Futbol oynayardıq. Yaxşı da futbol oynayardı Vüqar. Qəşəng həvəskərdi futbola da. Allah ona da rəhmət eləsin. Cəmi şəhidlərimiz Allah rəhmət eləsin. Amma Aydın'a bağlı mən xatirlərim çoxdur. Vallahi çoxdur, amma belə danışa bilmirəm. Güc tapa bilmirəm. Sağ olun. Sağ ol mənim qardaşım. İndi biraz fasilə verək. Mən icazə versəydiniz bu əziz gündə şəhidlərimizin ruhuna bir Fatiha oxunsa, bütün şəhidlərimizə mən imamımızdan və Nizaməddin babadan xahiş edirəm. Zəhmət olmasa onlara bir hansı duamız qəbul olarsa Allah dərgahında sizdən xahiş edirəm. Buyurun. Amin. Elhamdülillah Rabbil alemin. Allahümme salli ala Fatiha. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nestaîn. İhdina sıratal müstakîm. Sıratallezîne en'amte aleyhim gayril mağdûbi aleyhim veleddâllîn. Bir kəlmə mola da baş ağrı olmasın. Yəni mən bir dəfə xahiş edərdim. Burada rəhbərlər də var. Allah canınızı sağ eləsin hamısı. Və bizim indi orada gözəl abidə eləmişik də. Allah razı olsun. Kimi əmək olub. Çox meçiddə kimi su gəlir orada. Artisan suyu var orada. Qəşəng gəlir. Məhəmməd də buradadır bizim yolumuz. Bir də xahiş edərdim. Biz işdə də məsləhət eləmişdik bunu. İmkan varsa oradan oraya bir dənə artisan eləmək. Qəşəng elə su axarı da var, çay da var arxasında. Çünki çox yerdə o şey eləyiblər. Bizə də olsa daha xoş olardı, yaxşı olardı. Bu da sağ olun, var olun. İnşallah bugün cümə günü olduğu üçün imamımızın da vaxtı məhduddur. Və fürsətdən istifadə edib, əziz bu küçədə yaşayan, bu kəndimizdə yaşayan insanlar. Biraz öncə bir çağırış elədim. İstədim ki, həm özümü yoxlayım, həm insanları. Mən
fürsətdən istifadə edib obamıza bir yol çəkdik, hüngürvari bir abadlıq elədik. Hər birinizə təşəkkür edirəm. Kim ki ağzından kəsdi, kim ki Allah yolunda, kəndimizin abadlaşmasında mənə dəstək verdi, hər birinizə xüsusi təşəkkür edirəm. Yenə deyirəm, bugün şəhid qanı qurulmayan bir torpağa fürsətdən istifadə edib deyirəm, zibil atmağımız, körpələrimizin bəzi istifadə elədiyi bezləri atmaq, bugün tikinti materiallarını aparıb kiminsə qoruğuna tullamaq, bəzi həm İslama, həm yaşayışımıza mane olan əks göstəriciləri gəlin eləməyək. Bu da şəhidlərə ehtiram olaraqdır. Yəni bizə yoxdursa sağlam insana, bugün bu torpağa zibil atılmamalıdır. Bugün bu torpağın hər bir qarışı, hər bir damlası, hər bir tikəsi şəhid qanı ilə alınıb. Mən fürsətdən istifadə edib bütün kəndimizə deyirəm. Ziyalılarımız var burada. Mən bələdiyyəni dəvət eləmişdim. Dedilər ki işimiz var. Yəni onları da dəvət eləmişdim. Gəlin kəndimizi qoruyaq. Yengiyan kəndi hər zaman saf olub, müdrik olub. Yengiyan kəndində hər zaman ziyalılar olub. Yengiyan kəndi Böyük Vətən müharibəsində də 53 dənə öz oğlunu itirib, balaca kəndi olsa da. Və bugün biz bir yerdə kəndimizi qoruyaq. Bugün biz bəzi məsələlərə gözümüzü dikib bir yana qalmayaq. O şəhidlər ona görə şəhid olmadılar ki, biz bugün narkomaniya, bugün başqa işlər baş alıb geçsin kəndimizə. Xüsusən bu ağır yükü çəkən məktəbimizin kollektivinə təşəkkür edirəm. Mədəniyyət işlərinə təşəkkür edirəm. Özlərinin apardığı həm dövlət siyasəti, həm mədəni tədbirlərində bağlarımıza örnək olurlar. Bir daha toplantıya gəldiyiniz üçün, anım gününə gəldiyiniz üçün hər birinizə təşəkkür edirəm. Çok sağ olun. Allah razı olsun. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. فاذكروني أذكركم واشكروا لي ولا تكفرون يا أيها الذين آمنوا استعينوا بالصبر والصلاح إن الله مع الصابرين ولا تقولوا لمن يقتل في سبيل الله أموات بل أحياء ولكن لا تشعرون ولنبلونكم بشيء من الخوف والجوع ونقص من الأموال والأنفس والثمرات وبشر الصابرين صدق الله العظيم سبحان ربك رب العزة عما يصفون وسلام على المرسلين والحمد لله رب العالمين. Amin. Elhamdülillah Rabbil alemin. Bismillahirrahmanirrahim. İnne lillahi ve inne ileyhi raciun. Vel hukmu lillahi Rabbil alemin. El Fatiha. Hər birinizə bir daha təşəkkür edirik. İştirak elədiyinizə görə minnətdarıq. Çox sağ olun, var olun. Allah sizləri var eləsin inşallah. Sağ olun.
Allah səbir versin.